Sonra səhifə 194-də Zərqani qeyd edir ki, qiraətin Osmanlı müshəflərdən birinin xəttinə müvafiq olması deyir ya, qiraətin Osmanlı xəttinə uyğun olsun. Bu nə deməkdir? Yəni, qiraət ən azı bu müshəflərdən birində sabit olmuş olsun. Yəni, bu oxunuş növü, məsələn, hər hansı bir bu mütəxəssislərin oxunuş növü Osmanlı müshəfində elə olsun, o söz orada da elə yazılsın. Məsələn, İbn Amir qiraətində Qalu təxəzəllah vələdən ayəsində vav hərfi istinafiyyənin vav hərfinin növbə-növü var. Biz ərəb dilində kim ki bilir oxuyub. Vavul qəsəm var, and içmə. Vavul atifə var, yəni bağlayıcı. Və vav-ı istinafiyyə. Yəni başlanğıc, ibtidai. Yəni bu vav ayənin əvvəlində olanda o deməkdir ki, əvvəlki ayəyə bağlılığı var. Elşad Meyrinin bir dənə bir çıxışı vardı. Çox avamdır adam, həqiqətən. Adam yazığa gəlir. Deməli, ərəb də məlumatı yoxdur deyə danışır. O, Meyrac mövzusuna danışır. İsra surəsinin 1-ci ayəsinin qeydli, deyir, İsrada, Meyracda axırında Peyğəmbər olmayıb. Musa Peyğəmbər olub. Bilər ki, niyə? Deyir, 1-ci ay danışır, deməli, İsradan, Meyracdan. 2-ci ayda vav hərfi var ayənin əvvəlində. Danışır Musa Peyğəmbərdən. Belə bir söz deyir. Yəni, Meyrac gecəsi və Musa, düşün ki, oradakı vav əvvəlki ayəyə bağlılığı var. Deməli, Meyracdakı o hadisələrdə bu ayədəki Meyracdan məqsəd Musa Peyğəmbərdir. Daha düşünmür ki, vavın neçə mənası var. Hansı yerdə, hansı mənadadır. Aydındır. O üçün deyirəm ki, ərəb dilini öyrənin ki, belə bir boş boğazda cəmaatın, xalqın birinin xarab eləməsinlər. Deyir, bu ayənin əvvəlindən hərfi istinafiyyə var. Onun oxumaması, yəni oxumur orada, belə deyək. Həmçinin onun qiraətində bu hardadır? İbn Amirin qiraətində qalu təxəzəllah vələdən sözündə ayənin əvvəlində və qalu. Deyir, orada deyir, oxumur onu. Sonra onun qiraətində var biz zubri və bil kütəbil munir. Hər iki ismin əvvəlində, yəni zuburla kitab, zəburla kitabın əvvəlində bu ön qoşması artırılmışdır burada. Bunlar Şam müshəfində sabit idi. İbn Amir Şamda deyir, bu müshəfində bu var idi, mümkün başqalarına deyir, olmasın. Yaxşı, onda yoxdursa, deməli, ikisindən biri qəbul deyil də. Çünki Osmanlı müshəfdə ikisindən biri yazılıb və bunun ikisindən biri ona uyğun gəlmirsə, deməli, nağdından ikisindən biri uyğun deyil. Yaxud İbn Kəsirin qiraətində Bəqərə surəsinin axırlarına yerləşən Cənnətin min nəxilin və ənəbin təcri min təhtil ənhər ayəsində min ön qoşmasının artırılması. Minki damdən. Belə ki, bu Məkkə müshəfində mövcud idi. Bir şəhərin kitabında var, o birisində yoxdur. Sonra İbn Cəzrin işlətdiyi vələv təqdiran, yəni hətta əgər fərzi və ehtimallı olsa ifadədə, nə deməkdir bu? Hər hansı bir məsələ, belə fərz ünvanında olsa da. Bu deməkdir ki, qiraət əgər müshəfin xəttinə müvafiqdirsə, yəni uyğundursa, bu müvafiqlik səhih olmasa belə yenə iradı yoxdur. Yəni, bu ona təqdim edir, bu oxunuş növü ilə o biri kitabdakı olan oxunuşu. Deyir, bu səhih olmasa da, yəni bunda da həmin şeydir, onda da həmin şeydir, ikisində eyni şeydir. Bunların bu cəhətdən uyğunluğu var, ikisində də bu var. Amma bunların hər ikisində də bu qiraətin olması doğru olmasa belə deyir, qəbuldur. Bu onun fikridir. Axırda buna Ayətullah Mərifət irad edir ki, bu nə deməkdir? Nə olsun yazdım, hər yazım düzgündür ki. Yəni bu kitabda olması, o birisində olması, bunlar bir-birini təsdiqləyə bilərlər. Həqiqəti yox. Bunun olması
o demək deyil ki, həqiqətdir. Deyir səhih, sərih olmasa da, sərih yəni ki, necə deyim, gözümlə oxuyum. Bu müvafiqlik sərih, yəni aşkar, aşkar olmasa da eybidir yoxdur. Yəni bilinməsə belə deyək. Məsələn, Məlik Yavmiddin ayəsində burada Məliki Osmanlı müshəflərdə əliflə yazırlar. Əlif qoyulmadan. M kiçik əlif. Biz o nə dırnaq. M kiçik əlif liki, Məliki. Odur ki, əlif hərfinin ixtisarı salınaraq, yəni əlif olan yığışdırıblar. Bu sözün qiraət edilməsi müshəf ilə təhqiqi müvafiqətdir. Halbuki bu sözün əlif hərfi ilə qiraət müshəf ilə təqdiri müvafiqətdir. Bu nə deməkdir? Bunu oxudım, nə anlayacaq? Mən sizə izah edeyim nə demək bunlar. Bunlar fiqh və usul elmində əzizlər. Bunu yazın. Çünki kitab onu izah eləmir. Çox təəssüf. Zəhmət çəkib yazıblar, tərcümə edib, amma bu izah olunsun da bunu oxuyan adam ən azı anlaya bilsin. Yəni belə kitab olmaz əslində.